O bərəkət deyiləndə məlum məsələdir. İndi sizin də qeyd elədiyiniz kimi, bir şeyin az olmasından asılı olmayaraq maddi tərəfdən görsənir ki, azdır, amma istifadə olunanda, belə deyim, misal olaraq deyirəm, çox görsənsin. Çox istifadə olunsun daha doğrusu. Məsələn, ola bilər ki, mümkündür ki, bir adamın elə manatla deyək, 100 manat pulu olsun, girsin, müəyyən şeylər alsın, bazarlıq eləsin. Əgər bərəkəti yoxdursa, elə o pul gedəcək, amma ortalıqda da bir şey olmayacaq. Amma mümkündür ki, bir dənə 10 manat pulun ola və bərəkətli ola. Elə bil onunla o qədər bazarlıq eləyərsən ki, kənardan baxanda elə bilər ki, 100 manat dəyərində bazarlıq eləmisən, nəsə almısan. Bərəkət yanında hətta bir misal da vururlar. Böyüklərimizdən, alimlər, ariflərdən birinin misaldır. Bu qədim bir misaldır. Deyir ki, Allah Teala o canlılar arasında məsələn qoyuna bərəkət verib. Amma o birisi heyvana, məsələn qoyunu qoruyan, sürünü qoruyan heyvan ki, itdir, ona bərəkət verməyib. Halbuki qoyun ildə normalda bir bala gətirir, bir bala verir. İndi bəzi hallarda olur, 2 dəfə olur ki, bala verir. Amma o birisi it, belə deyək, ildə azı bir dəfə, çoxu 2 dəfə bala verirsə, amma bir yox. Ən azı 6, ən çoxu da ki 6-dan yuxarı 12, 13 bala verir. Nəticə etibarı ilə itin sayı qoyunun sayından çox olmalıdır dünyada. Amma baxıb görür ki, yox. Bir dənə sürüyə ki, həmin sürüdə nə bilim 2000, 3000 baş heyvan var, qoyun var, 5-6 dənə də it düşür. Bunun sayı azdır, onun sayı çox. Niyə görə? Bu bərəkət özdə elə bir şeydir ki, bunu sayla vurub çıxmaqla, bölməklə bunu hesablamaq olmur da. Yəni belə bir şeydir.